Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Ötən gün ev dustaqlığına buraxılan müğənni Rəqsanə İsmailovanın borcunun bir qismini qızı müğənni Aysun İsmailova ödəyib. Xəbər verilir ki, bu barədə məlumatı prodüser Tarix Əliyev Tolik Tarixi bir günü proqramında açıqlayıb. O bildirib ki, Aysun anasının borcundan 100 min manat ödəyib. Aysun çox gözəl bir övladdır. O, gecə-gündüz bir gözü ağlayıb, digər gözü gülərək işlədi və həmin məbləğdən cüzi də olsa onu topladı. 100 min manat az pul deyil. Rəqsanənin əziyyəti boşa getmədi. Qeyd edək ki, Rəqsanə İsmailova bir nəfərə yalan vəd verərək 520 min dollarını və 30 min manatlıq qızıl zinət əşyalarını ələ keçirməkdə ittiham olunur.